Salam. 5-ci siniflər üçün olan kiçik summativ qiymətləndirmə 7, yəni KSQ 7-dən olan ingilis dili suallarının doğru izahları ilə tanış olaq. Birinci sualda biz adətən yayda hansı paltarı geyinirik deyə bir sualdır. Pənt şalvardır. Bu həm yayda, həm qışda olar, amma şərtdə bizə xüsusilə yayı soruşur deyə A-nı götürməyəcəyik. B-də sweatshirtin bir mənası da uzun qollu köynək deməkdir. Onu da götürməyək. D-də idman ayaqqabısı deməkdir, sneakers. Cəketdə jaket, kurtka mənası da var, yəni uzun qollu bir şeydir. Ona görə ən doğru cavab shorts olacaqdır. Bu da qısa şalvar, yəni shortik mənasını verdiyi üçün doğru cavab C variantı olacaq. İkinci sualda new sözünün, yəni yeni sözünün antonimi soruşur. Yeni, new, köhnə, old. Cavab B variantı olur. Big, böyük, nice, qəşəng, black, qara, large, geniş deməkdir. Cavab B olacaq. Üçüncü sualda bizdən cəm isimləri soruşur, plural nouns. Yadda saxlayın ki, isim təkdirsə və sayıla biləndirsə, qabağında e və ya ən artiklı olmalıdır. Ona görə e olan artikl e-shirt təkdədir, e-cap təkdədir, e-jacket təkdədir. Yəni bunları atırıq hamısını. E-skirt təkdədir, qabağında e artiklı oldu. Pants və sneakers isə plural noun, yəni cəm isimdir. Cavab D variantı. Dördüncü sualda şeylə is at the mall with her mom. Deməli, moldadır, yəni ticarət mərkəzindədir. Öz anası ilə deyir isə with və at, yəni D variantı doğru cavabdır. Beşinci sualda make-up sentencedir, yəni cümlə qurmaq lazımdır. Baxaq. Jack is wearing, birinci xəbər gəlməlidir mübtədadan sonra. Is wearing, deməli, blue shorts. Bu formada düzgün cavabdır. Altıncı sualda dialoq tipindədir. Sağ tərəfdə, yəni solda soruşur ki, yeni sviterim deyir. Sağda isə deyir ki, dolabdadır. In the closet, dolabda. Deməli, harada olduğunu soruşmaq lazımdır. Burada harada sözü where'dir. Which, hansı, what, nə, when, nə zaman, who, kim mənasını verir deyə olmur. 8-ci sualda şəkilə baxıb aşağıdakı cümlələrdən doğrunu seçmək lazımdır. Bir də deyir ki, oğlan geyinir idman köynəyi, yoxsa uzun qollu bir sweatshirt geyinir, yəni t-shirt geyinir. Cavab t-shirt olacaq, idman köynəyi geyinir çünki. İkincidə papağı var, yoxsa yoxdur. Has a cap deyirik, çünki doesn't inkar bildirir. Aşağıda isə idman ayaqqabısı, yoxsa ayaqqabı geyinir. Təbii ki, sneakersdir, yəni idman ayaqqabısı. 9-cu sualda bizdən düzgün zaman formasını istəyir. Birinci cümlədə right now var, indiki davam edici zaman formasıdır. Necə düzəlirdi? Am, is, are, fail, ing. Feilləri burada veribdir. Jack-a görə biz is qoyuruq. Is speaking qoyacaq bura ki, doğru olsun. Bu şəkildə. İkincidə at the moment, daha doğrusu at this moment var, play var. Z-də are olur, ona görə are playing olacaqdır. Bu şəkildə. 3-də yenə deməli nə var? Now var. Emma is having deyəcək. Çünki indiki davam edici zamanda to be, fail, ing olurdu. Bunu yaddan çıxarmayın. Keçək mətn suallarına. Mətni oxumayım, amma sualların cavabını mətni əsasən sizə göstərib deyəcəm ki, rahat olsun sizə də. Deməli, birinci sualda deyir ki, hər gün, every day, what does the person, adam hər gün nə geyinir? Söhbət bu mətndəki uşaqdan gedir, yəqin ki, adamdan gedir. Hər gün deyir, every day, baxın, t-shirt and jeans var, yəni B variantı oldu. 2-də bu adamın many of, yəni çox paltarı hansı rəngdədir? Mətndə bunu sizə göstərməyə çalışacağım. My favorite color is blue, so I often, deməli, wear blue clothes. Sevimli rəngim mavidir və buna görə də həmişə mavi paltarı geyirəm. Həmişə yox, daha doğrusu tez-tez deyir. Ona görə blue olacaqdır. 3-də deyir ki, soyuq olanda nə geyinir? When it is cold, altından xətt çəkirəm. Jacket and boots deyir. Yəni, jaket və deməli nədir? Boots, idman, çəkmə deməkdir. Çəkmə geyinir. Həmin variant C variantında. 4-cüdə isə what does a person like to wear in summer? Yayda deməli adam nə geyinir? Bunu bir saniyə. In summer I like to wear short and sandals. Bu formada B variantı. Belə əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə bol-bol uğurlar olsun.